Elhamdülillahi Rabbil alemin. Nahmaduhu ve nesta'inuhu ve nestağfiruh. Ve netevekkal aleyhi ve nusalli ve nusallim ala habibihi ve necibih ve hayratihi fi halqih. Hafız-ı sirrih, mübelliğ risalatih, beşir ni'metih, nezir nikmetih. Seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Ve ala alihi teyyibin el-etharin el-muntecebin el-hudatil mehdiyyin. Seyyema beqiyetillah fil erazin ve sallallahu ala a'immetil mu'minin ve hudatil mustazafin ve humatil mu'minin. Usikum ve nefsi bi tekvallah ya ibadallah. Esselamu aleykum cemiyen ve rahmetullah ve berekatuh. Özümü siz əziz, dəyərli, inanclı bacı qardaşlarımı ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah Taala cüməmizi xeyirli, uğurlu və bərəkətli qərar versin. Allaha and verirəm izzət və cəlalına. Arxada buraxdığımız müqəddəs, mübarək Ramazan ayının bütün xeyr əməllərini bizim əməl dəftərimizdə gələn ilin Ramazan ayına qədər məhfuz eləsin. İnşallah hifz olsun əməl dəftərimizdə və bu ayda Allah əməllərimizi ali dərəcədə qəbul eləsin və imanımızı kamil eləsin. Dünyadan köçənlərimizin ruhunu şad, günahlarından keçsin inşallah. İmam Zaman Aleyhisselamın zuhuru təzil olsun. Muhammed və al Muhammedə salavat inayət edin. Salli ala Muhammed, ali Muhammed və əccil fərəcə. Uca Rəbbim Rum surəsinin 41-ci ayəsində buyurur: Zahərəl fəsad fil bərri vəl bəhr bimə kəsəbət əydin-nəs. Buyurur ki, bütün cəmiyyətdə baş verən fəsad istər quruda olsun, istər dəryada. Yəni, istər quruda, istər dəryada. Baş verən fəsad nədir? İnsanların əməllərinin nəticəsidir. Yəni, nə qədər dünyada fəsad baş verirsə, o insanların etdiyi işlərin nəticəsidir. İnsanların əməllərinin nəticəsidir. Bütün dünyada insanların başına nə qədər fəlakət, bəla gəlirsə, onların hamısı Allah Taala nə buyurur? Deyir, istər quruda olsun, istər suda, dəryada. Onlar hamısı insanların öz əməlinin nəticəsidir. İnsan kainatda bir işlər görür ki, bütün bəla, fəsad, hər nə varsa, bunlar insanın öz əməlinin nəticəsində törüyür. Bu qədər qırğınlar, bu qədər qiyamətlər, bu qədər xəstəliklər, bu qədər başa gələn faciələr, bu qədər anlaşılmamazlıqlar, bu qədər öldürmələr, bunlar hamısı nəyin nəticəsidir? İnsan tüğyan eləyir. İnsan tüğyan eləyir, insanın tüğyanının bəhrəsi budur. İnsan maraqlıdır. Tüğyan eləyəndə qarşısına durmaq mümkündür. İnsan xeyir işdə görəndə, görürsən Allah Quranda deyir ki, o mələkdən də yuxarı gedir. İnsan belədir da, ya ağzı üstə düşür, ya üzü üstə qalxır göyə, ya da normada durur. Allahdan istəyək ki, Allah Taala bizi ağzı üstə düşənlərdən və dörd əxirlərdən aşağı düşənlərdən qərar verməsin inşallah. Bizi yer üzündə fitnə fəsad törədib, tüğyan eləyənlərdən qərar verməsin inşallah. İnsan niyə tüğyan eləyir? İnsanda Allah Taala bir əql yaradıb, bir dənə fitrət yaradıb. İnsanda bir düşüncə var, bir fitrət var. Fitrətdən düşüncənin fərqi var. Düşüncə, sən sözü eşidirsən və düşünürsən.
Bir hadisəyi görürsən və ondan bir ibrət götürürsən, düşünürsən. Bir də var fitrət. Məsələn, insanın fitrətində Allah xəlq eləyib ki, insan zülmü pis bilir. Bu fitrətindədir insanın. İnsan oğurluğu pis bilir. İnsan insanın haqqını yeməsini pis bilir. Bunu din dedi, demədi. Bu insanın fitrətində Allah bunu yaradır. İnsanda Allah Taala bir əql yaradıb. Bir fitrət yaradıb. Bunların ikisinin əksində iki dənə də başqa bir şey yaradıb. Bir dənə də şəhvət yaradıb. Bir dənə də qərizə yaradıb. Qərizə instinktdir. İnsanda müəyyən həvəs, hiss, duyğu, bunlar insanda xəlq olub. İstəkdir da, şəhvət istəkdir, qərizə istəkdir. Bunlarda Allah yaradıb insanda, bunlar var. Bunlar bəzən insanı əql və fitrətdən şəhvət və qərizə müharibə eləyir. Bunların nəticəsində insanın qiyməti Allah yanında ölçülür. Təqva nədir? Nəyə deyilir təqva? Təqva bu mübarizənin nəticəsi təqvadır. Əgər insan əqlinlə şəhvəti arasında müharibə baş versə və müharibədə əqlini çalışdırsa ki, əqli qələbə çalsın, o insanın üstünlüyü və təqvasıdır. Yox, əgər bu mübarizədə insan uduzsa, şəhvəti qələbə çalsa, bu insanın nədir? İmanının aşağı dərəcəsi və insanın səviyyəsinin aşağı dərəcədə olduğunu nədir? Göstərir. Amma mələklər belə deyil, heyvanlar belə deyil. Mələklər mutidirlər. Mələklər, Allah onları bir cür yaradıb ki, onlar Allahın əmrinə %100 tabidirlər. Əmrdən qaça bilməzlər. Allah Taala Təhrim surəsinin 6-cı ayəsində buyurur: "La ya'sunallah ma amarahum və yef'alun ma yu'marun." Buyurur ki, onlar Allahın əmrlərindən təbəyyət eləyərlər, məsiyət eləməzlər. Allah nə əmr eləsə ondan itaət eləyərlər və onu yerinə yetirərlər. Amma insan belə deyil. İnsana Allah əmr eləyir, insan bəzən əmrə tabidir, bəzən əmrə tabi deyil. Allah Taala əmr eləyir. Namaz qıl, əmr eləyir. Oruç tut, əmr eləyir. Məsələn, həccə get, xums ver, zəkat ver. Əmrlər var. Əmrlərə neçə faiz insanlar əməl eləyir, neçə faiz insanlar əməl eləmir? Hamı əmrə tabidirmi? Yox. Amma mələk belə deyil. Mələk əla rəsi, əmrə tabidir. Heyvanlar 100 dərəcə mələyin əksisidir. Heyvanlarda da ümumiyyətlə bu qərizə və şəhvətdir. Heyvan acsa, o yediyi şeyin halal və haram olduğuna nədir? Diqqət yetirməz. Və onu hardan ələ gətirdiyini, kimin baxına girib yediyinə də heç diqqət yetirməz. Acdısa başını salar aşağı, qabağına nə atsan onu yeyər. Da bunda düşüncə yoxdur, bu atılan şey mənim qarnıma ziyandır, zərərdir. Başqasının malıdır, başqasının malı deyil. Mən bunu yeməliyəm, yeməməliyəm. Bunlarda belə bir şey yoxdur. Amma əfsus olsun ki, insan bəzən ağlınla, düşüncəsindən, zəkasından, qərizəsindən, şəhvətindən bəzən bir hərəkətlər eləyir ki, Allah Taala ona görə Qur'an-ı Kərimdə buyurur, deyir, onlar bəzən bəlhum əzəl. Heyvandan da 4 əxəldən də insan aşağı düşür. İnsan bəzən tüğyan eləyir. Allah Taala insana buyurur ki, səndə bu meyl var və səndə bu istək var, səndə bu şəhvət var, səndə bu əql var, səndə bu fitrət var. Sən gərək hər bir şeyi ölçəsən, biçəsən. İndi insanda əsəb var, qərizə var. Bu pis şey deyil ki. Bunları Allah pis olsaydı insana əta eləməzdi ki. O lazımlıdır, həyatda lazımlıdır. İnsana əta eləyir və qanun qoyur. Deyir, mən bunu sənə vermişəm, bu qanun çərçivəsində istifadə elə. Məsələn, insanda qərizə olmasa, instinkt olmasa, insanda meyil olmasa, həvəs olmasa, insan nəsli artmaz ki. İnsanda bu qərizə olmasa,
insanın nəsli artmaz. İnsan evlənməyə ümumiyyətlə meyli olmaz. İnsan elə bu cür başını sallar aşağı işinə məşğul olur və nəticə itibarilə insanın nəsli artmaz. İnsanın nəsli dayanır. Və bu qərizə pis deyil. İnsanda Allah bu meyli yaradıb ki, insan izdivac edir. Hətta insanı hədislər təşviq eləyir subayları ki, siz gərək izdivac eləyəsiniz. Və evlilərin qıldığı namazdan, subayların qıldığı namaz arasında fərq qoyur və onların əməlləri ilə bunların əməllərinin arasında fərq qoyur. Onların ruziləri ilə bunların ruzilərinin arasında fərq qoyur. Bunlar nədir? İnsan nədir? Təşviq olsun ki, izdivac eləsin. Amma o ki, qərizədə məzəmmət olub, pislənilib, o tuğyandır. Yəni, başqasının bağına hoppanmaq, bu tuğyandır. Və bu olmaz. Başqasının həyatına cummaq, bu olmaz. Yersiz iş görmək. Və bu qərizə var, yaratmışam. Buna görə ki, sən halaldan bu qərizəni, bu instinkti icra eləyəsən. Halaldan bunu nədir? Yoluna qoyasan. Nə haramdan? Haramdan olsa tuğyan olar və nəticəsi də pisdir. Əsəb o zaman pislənir ki, sən əsəbləşəndə tuğyan eləyəsən. Və illa əsəb özü kökdən, əgər pis şey olsaydı, kökdən Allah bunu insanda xəlq eləməsəydi, insanda şücaət olmazdı. İnsanda mübarizə qüvvəsi olmazdı. Məsələn, insanda mübarizə qüvvəsini yaradan nədir? Əsəb. O qeyrət hissi. Din demir ki, səndə əsəb hissi ümumiyyətlə olmasın. Əsəb lazımdır yerində. Amma kontrolu vacibdir. Sərvət. Din deyibdir ki, insanların sərvəti olmasın. Yox, din elə bir şey demir. Sərvət yaxşı şeydir. Sərvət olmasa sən xeyir iş görənməzsən. Sərvət olmasa insanların əlindən tutanmazsan. Amma o ki, sərvətdə pislənilib, məzəmmət olunur, sərvətdəki tuğyandır. İnsan bəzən həddini aşır. İstər əsəbdə, istər şəhvətdə, istər sərvətdə, o ki, pislənilib dini baxımdan, o tuğyandır. Biz bəzən elə düşünürük ki, din bizi nədir? Məyusluğa doğru aparır. Bəzən biz dini düz çatdıra bilmirik. Ya əməlimizdən, ya danışığımızdan. Bəzən tərəf dini düz başa düşmür. O deyil, bir nəfər getmişdi, təzəl bir nəfər namazı getmişdi. Dedi ki, sən elə əvvəl gələndə, dedi, sən neçə ildir namaz qılmırsan? 30 il. 30 il gərək bütün qəzalarını qılasan. 30 il bütün qəza oruçlarını tutmalısan. Bu da vurdu, çıxdı. Dedi, mən nə qədər üzərimdə mən qəza var. Sən gərək bu qədər haqq var olar, bütün ödəyəsən. Əvvəldən bütün nə var tökdüm onun qabağına. Bu da baxdı, dedi ki, o din sənin özünə aiddir. Mən bu şeyin altından gələnmərəm. O bəzi insanlar görsən nə deyir? Deyir, mən hazırlığım yoxdur. Din mənlik deyil. Niyə? Çünki biz onlara dini düz təbliğ eləyə bilməmişik. Düz başa sala bilməmişik. Dini elə başa salmışıq ki, elə bil, axırda deyəcəyim sözü əvvəldə gətirib qabağına tökmüşəm onu. O dinə gəlməz ki. Çünki o qabiliyyəti yoxdur onu dərk eləyəm. Allah Teala Qur'an-ı Kərimdə nə buyurur? Əvvəl nə dedi? Bizə metod öyrədir. Demirik haqqıdan, həqiqətidən. Əvvəldə gəlir nə deyir? Deyir ki, içkili halda namaza yaxın durmayın. Əvvəl belə gəldi. Sonra gəldi nə dedi? Dedi, içki sizə haram edildi. İndi birdən-birə deyildi ki, nə? Kökdən içki sizə haram. Baxın, quldarlıq. İnsanların qanına işləmişdi quldarlıq. Heç Peyğəmbər gəldi, ömrünün axırına qədər yaşadı, dini gətdi, quldarlığı götürə bildi mi? Yox. Quldurluq neçənci əsrə qədər davam elədi, bilirsinizmi? Sonra tədricən götürüldü. Bunu kökdən və bu düzgün iş deyil idi. Niyə Peyğəmbər bundan mübarizə aparmadı? Çünki bəzi şeylər var, onlardan o qədər insanların qanına hopuf ki, onları insanların qanından çıxartmaq elə hasant bir şey deyil. Zaman lazımdır. Ta tədricən, yavaş-yavaş insanlar o dərəcəyə çatar ki, o insanları qanından çıxar.
İndi belə deyək də, insan təzə kommunizmdən ayrılıb, dindar üstə hücum eləyir. Namazın yoxdur, orucun yoxdur, kommunizm qalıqısan. Elə bütün qarın tikələrlə doludur. Bilirsən, bəzi sözlər düz deyil. Biz elə düşünürük ki, səcdə eləyən, oruç tutan, namaz qılan, bəli, bu şərafətdir. Amma heç vaxt din icazə vermir ki, insanlara sən yuxarıdan aşağı baxasan. Hətta o insan ki, onun dini yoxdur. O insan ki, onun imanı yoxdur. Dinli, imanlı şəxsə icazə verilmir ki, onun özünü ondan üstün bilə, ona yuxarıdan aşağı baxa. Deyir, ona sən mərhəmət gözündən baxmalısan, əlindən tutmaq niyyətinlə canfəşanlıq eləməlisən. Nə bu mənada ki, onu təhqir edəsən? Bəzən dini təbəqədə olan insanlar cəmiyyətdə görürsən, bu, məsələn, qarşı tərəfin müxatabım xəstədir. Fikir xəstəsi var da, bunda fikri xəstədir. Onunla nə cür, xəstə ilə insan nə cür davranmalıdır? Ona mərhəmət gözündən, ona kömək gözündən. Nə bu xəstə ilə ağrıyanda ağzına bir şapalaq vurasan ki, sən də başımızı, beynimizi tökmə. Sən nə qədər sızıldayırsan. Yox, bu düzgün deyil. Biz bəzi vaxt metodumuz düzgün olmadığına görə ətrafımızda, cəmiyyətdə dindar insanlara qarşı mənfi aura yaranır. Nəyin sayəsində? Bax, bu cür yanlış söhbətlərin sayəsində, bu cür yanlış yanaşmaların sayəsində cəmiyyət, görürsən, dini kütləni məzəmmət edir. Peyğəmbərin əxlaqı olmasaydı, Peyğəmbər həlim olmasaydı, Peyğəmbər olmazdı. Peyğəmbərə tək vəhiy gəlməsi kifayət deyil idi ki. Vəhiy gəldi, cəmaata çatdırması kifayət deyil idi ki. Peyğəmbərin əxlaqı mühüm idi, Peyğəmbərin ədəbi mühüm idi, insanlarla davranışı mühüm idi, insanlarla əxlaqi davranışı çox mühüm idi. Elə düşünməyin ki, insanların dinə gəlməsində əxlaq az rol daşıyır. Xeyr, əxlaq çox rol daşıyır. Peyğəmbəri Allah Taala 40 il tərbiyə elədi, sonra peyğəmbərlik verdi. İnsan əxlaqını düzəltməsə, cəmiyyətdə müvəffəq ola bilməz. Nə də Allah qarşısında məsuliyyətli ola bilməz. Əxlaq mühüm məsələdir. Din bütövlüklə insanı əxlaqa dəvət edir. Əxlaq, danışmağına fikir ver, baxışına fikir ver, oturuşuna fikir ver, duruşuna fikir ver. İnsanlarla əlaqəni düzgün yarat. Məhəbbətli ol, mərhəmətli ol. Ta insanların qəlbi yumşalsın. Daşdır da insanların qəlbi. Onun yumşalması üçün əxlaq rol daşıyır. Əxlaq da demirəm, şəkildən şəkilə düşək, yalan yox. Həqiqi əxlaq. Doğrudan da özün əməl elədiyin əxlaq. Yoxsa məsələn, onun başını qatmaq üçün özünü ona bir məhsum kimi göstərərək ki, onu dinə gətirəsən, sonra da o dinə gələndən sonra sənin nə qədər alçaq birisi olduğunu gördükdə tez dindən qaçar. Yəni, əvvəl deyir evin daxili, sonra evin xarici. Əvvəl özümüzü gərək düzəldək, əxlaqımızı düzəldək. Bəzi insanlar heç insanın danışığına da yox da, həqiqi mənada onun əxlaqına aşiq olur. Bu dinlə xoşum gəlir. Bəzi insan da yox, elə nə qədər hədis eşitsə də bir insan görsə, insanların gözləri nədir də, imanları. Bir insan bir dənə xəta eləsin, tamam da bitdi, mən dində yoxam, bu din düzgün deyil, bu məzhəb düzgün deyil, bu məscid düzgün məscid deyil, bura yığılanlar düzgün insanlar. Nədir, orada bir nəfər bir dənə səhv eləyir. O səhvi nədir? Bir dənə gözə pərdə eləyib, başlayır, harada oturur, onunla nədir? Döşüyür. Bir dənə insan səhvinə. Bugün cəmiyyət bu vəziyyətdədir. Mən əvvəldə bir dənə Quran ayəsi oxumuşdum. İnsanların başına gələn fəlakətlər insanların əməllərinin nəticəsidir. O görürsən, bəzən insanı edam eləyirlər. Məsələn, deyir, İslam hakimiyyətində filan kəsin hökm verildi edam. Bu edam nədir? Edam Quranın ayəsidir da. Məsələn, deyir ki, Allah Taala Quranda buyurur, deyir, qisasda həyat var. Qisas nədir? Qisas sənə olunan zülmün elə bil onun qarşılığında qisas alır. Burada həyat var. İndi bunu bugün demokratiya adından elə danışırlar ki, elə bir bu vəhşilikdir. Olmaz.
İslam dini vəhşi bir dindir. İslam dini nə var bu? İnsanları asır və yaxud o öldürüləni, edam olunanı elə qələmə verir ki, media. İnsanda bir mərhəmət hissi gəlir və onu edam eləyəni bir xəşimli, qəddar bir insan qələminə verir. Amma bu belə deyil. Peyğəmbərin zamanında da edam olub. Peyğəmbərdən sonra hakimiyyətdə edam olub. Edam, yəni ölümə məhkum. Bəzi insanlar var, bəzi işlər görür ki, o ölümə məhkumdur. O da Allahın qanunudur. Allah belə buyurur. Onda deyir, həyat var. Qisasda həyat var. Baxın, bir insan görürsən, birini qətl eləyir. İndi bunun yaxınları nə iş görür? Bunlar qisas istəyirlər. Yoxsa hökumət ona aparır, 12 il ona verir. Deyir, 12 il. O, ədalət yerinə düşmədi ki. Bir insanın canına qıyıb da bu. Deyir, qisasda həyat var. Deyir, sən öldürmə, biz tutaq, sən gəl. İstəyirsən bağışla, istəyirsən denəni bizi öldürək. Sən öldürmə, biz öldürəcəyik. Yəsi deyir, öldürün, edam. Onu asırlar. Burada nə qəbahət var? Bunu görən insan, ikincisi bu işi görərmi? Görməz. İkincisi buna niyə cürət eləyir? Çünki onun günahının bədəlini yüngül görür, bu cürəti tapır. Məsələn, büyük insanlar türməyə düşür, çıxır. Niyə? Çünki o gördüyü cürmün cəzasını layiqli şəkildə görmür. Daha da gedir orada, kurota gedir, dincəlməyə gedir. Çıxır gənə. Deyir, gedirəm də dincəlməyə gedirəm. Amma orada gözünlə od götürsə, orada bunun başına fəlakət gətirsələr, o çıxsa da ona milyon da versən də, yox, mən bu işi görəsi deyiləm. Çünki o cəzası ağırdır. Yox, cəza yüngül olandan sonra bir cürət tapır. Allah da cürət tapmasın deyir insan. Deyir, qətildə qisas var. Qisası da pis deməyin, qisasda həyat var. Bir adam oğurluq elədir, onun 4 barmağını kəsin tullayın. Və bir nəfər Peyğəmbərin, bilirsiniz ki, bu şərən insanların evinə baxmaq yasaqdır. Və bir nəfər var idi, Həkəm İbni Əbil-As adında bir şəxs vardı. Bu gəlmişdi Peyğəmbərin evinin kənarında. İndi qədimdə də evlər belə deyil idi ki, bu ağacdan, zaddan düzəldirdilər. Biraz deşiklər, zadlar vardı. Bu gəlirdi Peyğəmbərin otağına, bir deşik var idi, oradan baxırdı. Peyğəmbərin otağına baxırdı. Bir də Peyğəmbər otaqda idi, hiss elədi ki, bunun evinə, otağına kimsə baxır. Peyğəmbər narahat oldu, tez eşiyə çıxdı. Bu çıxanda Həkəm İbni Əbil-As qaçdı. Qaçdı da indi Peyğəmbər bunun dalından yürümədi də bir həddə. Çıxdı eşiyə ki, bu qaçdı. Peyğəmbər çox narahat idi. Hətta Peyğəmbərimiz belə bir ifadə işlətdi. Dedi, onu tutsaydım, hökm verərdim. Onun gözlərinin ikisində oyardılar. Deşərdilər. Peyğəmbər niyə dedi bu sözü? İstəyir desin ki, bu cür iş səhvdir, başqasının nədir? Otağına baxmaq olmaz. Böyük insanların telefonları da insanların şəxsi otaqlarıdır. İnsanların səhifələri insanların şəxsi otaqlarıdır. Heç ona da baxmaq olmaz. Bəzən insan fürsət keçirəndə açıq qalıb Facebooku, eşir, girir, görüm kimə nə yazıb, kim buna, nə işin var sən, qadan alım. Kimsə bu ixtiyarı verir. Bu mənim şəxsi otağımdır da, telefon mənim şəxsi otağımdır bu gün. Mənim şəxsi otağıma heç, bu şərən caiz deyil. İnsanların evinə baxmaq şərən caiz deyil. Peyğəmbər o qədər mərhəmətinlə dedi, onu tutsaydım, gözlərinin ikisini də dələrdim. Yəni, gözlərinin ikisini də dəldirərdim, deşdirərdim onun gözlərinin ikisini də. Cəmiyyətdə bax, fəsad belədir, xırda, hesab elədiyimiz şeylər yığılır, böyük bir fəsadı nədir? Törədir. Allaha and verirəm İzzət və Cəlalına, Allah Təbarək və Teala bizləri fəsad əhlindən qərar verməsin. Allaha and verirəm İzzət və Cəlalına, Allah Teala ibadətlərimizi, itaətlərimizi ali dərəcədə qəbul eləsin. Allaha and verirəm İzzət və Cəlalına, İmam-ı zamanımızın zuhurunu təcil eləsin. Allaha and verirəm İzzət və Cəlalına, Allah Təbarək və Teala qıldığımız namazları, tutduğumuz oruçları, etdiyimiz duaları ali dərəcədə qəbul eləsin. Bu cüməmizi
keçən cüməmizdən daha xeyirli, daha bərəkətli qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu. Bismillahirrahmanirrahim. Vəl asr. İnnel insane lefî xusr illellezîne âmenû və amilus sâlihat və tevasav bil haqqi və tevasav bis sabr.